Amerika Birləşmiş Ştatları İran münasibətləri qlobal dünya nizamının ən mürəkkəb və gərgin əlaqələrindən sayılır. Tarix tərəfləri daim qarşı-qarşıya qoyub. Vaşinqtonla Tehran arasındakı gərginlik 1951-ci ildən başladı. Bu dövrdə İranda neft sənayesi milliləşdirildi. Neft payları Böyük Britaniyanın əlində cəmlənmişdi. Məhəmməd Müsəddiqin demokratik yolla baş nazir seçilməsi isə əlaqələri tarıma çəkdi. Müsəddiqin neftlə bağlı addımları Londonu qəzəbləndirdi. Nəticədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi və MI6 İranda çevriliş etdilər. Əvvəl devrilən Şah Məhəmməd Rıza Pəhləvi hakimiyyətə gətirildi. ABŞ şahın hakimiyyətini qorumaq üçün qəddar gizli polis Savakı təsis etdi. Monarx dövründə tərəflər arasında münasibətlər normallaşdı. Nə qədər qəribə səslənsə də, Vaşinqton və Tehran nüvə əməkdaşlığına başladı. Şahın nüvə ilə bağlı ambisiyaları ona Qərbin dəstəyini qazandırdı. 1957-ci ildə Amerika Birləşmiş Ştatları və İran nüvə enerjisindən mülki məqsədlər üçün istifadəyə dair müqavilə imzaladı. 10 il sonra Vaşinqton Tehranı nüvə reaktoru və yanacaqla təmin etdi. Bu, İrana nüvə proqramını qurmağa şərait yaratdı. Tehran Qərblə əməkdaşlıq etdiyi illər ərzində neft gəlirləri xeyli artdı. Tehran və Vaşinqton arasındakı münasibətlər çiçəklənərkən, İran xalqı şahın diktaturası altında əzilirdi. Xalq Qərbin ölkəyə həddindən artıq müdaxiləsindən bezərək, hakimiyyətə müqavimət göstərməyə başladılar. Etirazlar 1978-ci ilin sonlarında ölkəni silkələməyə başladı. Nəticədə şah 1979-cu ilin yanvarında ölkədən qaçdı. Pəhləvilər yenidən devrildi. Sürgündəki Ayətullah Ruhullah Xomeyni Fransadan İrana qayıtdı və aprelin 1-də bu torpaqlarda İslam Respublikası yaradıldı. İnqilabdan sonra Ağ Evlə Tehran arasında münasibətlər kritik fazaya keçdi. Amerika Birləşmiş Ştatları İran üçün böyük şeytana çevrildi. Sürgün Xomeyninin təsirini sustura bilmədi. O şaha qarşı müqaviməti davam etdirmək üçün İrana kaset lentlərini gizli yollarla göndərirdi. Şah isə ölkədə qərbdən nümunə götürdüyü həyat tərzini tətbiq etməyə çalışırdı. Bu bir çox İranlıların həzm edə bilməyəcəyi dəyişikliklər idi. Həmin dövrdə kütlələri cəlb etmək qabiliyyətinə, şaha, müxalifətə qarşı birbaşa danışmaq qabiliyyətinə malik başqa şəxsiyyət yox idi. Nümayişçilər Amerika Birləşmiş Ştatlarının şahı İrana qaytararaq onun edam olunmasını tələb edirdilər. Proseslər nəzarətdən çıxdı və girov böhranı baş verdi. 1979-cu ildə noyabrın 4-də tələbələr Amerika Birləşmiş Ştatlarının Tehrandakı səfirliyinə hücum edərək 52 diplomatı əsir götürdülər. Uzun sürən danışıqlar və Kanadanın dəstəyi nəticəsində 444 gündən sonra diplomatlar Vaşinqtona təhvil verildi. 1980-ci ildə Ağ Ev Tehrandan bütün diplomatik əlaqələrini kəsdi. İran sanksiya yaxşına tutuldu. Şah isə sürgündə vəfat etdi. Bunu Xomeynini dəstəkləmək üçün sərt xətt tərəfdarı tələbələr etmişdilər. Zahirən bu, şahın ABŞ-yə müalicə üçün getməsi ilə bağlı idi. Onlar düşündülər ki, Qərb yenidən çevriliş eləyəcək. Ona görə də girov böhranını həyata keçirməliyik. Mən həmin tələbələrdən bəziləri ilə danışdım. Onlar sadəcə bu prosesi bir neçə günlük həyata keçirmək istəyirdilər. Öz fikirlərini deyib, sonra da çıxıb getmək istəyirdilər. Növbəti illərdə başlayan İran-İraq müharibəsi gərginliyi biraz da alovlandırdı. 8 il davam edən bu savaşda Vaşinqton Bağdadı dəstəklədi. Amerika Birləşmiş Ştatları İran gəmilərini vururdu. İraqda kimyəvi silahlardan istifadə etdi. 1988-ci ildə isə Vaşinqton səhvən İran sərnişin təyyarəsinə zərbə indirərək 290 nəfərin ölümünə səbəb oldu. Bu, əlaqələri bərpa olunmaz hala gətirib çıxartdı. 1984-cü ildə ABŞ prezidenti Ronald Reagan İranı rəsmi olaraq dövlət terrorunun sponsoru elan etdi. Beyrutda ABŞ dəniz piyadalarının hərbi hissəsinə hücum edildi. Nəticədə 241 hərbçi həlak oldu. Bu dövrdə Reaganın İranla gizli əlaqələri gündəmi silkələdi. Vaşinqton Tehrana məxfi şəkildə silah satırdı. Ağ Evin satışdan əldə etdiyi gəlirlər isə Nikaraguadakı sağçı kontra-üsyançılarına ötürülürdü. Halbuki ABŞ Konqresi buna icazə vermirdi. Vaşinqton Livandakı girovları geri qaytarmaq üçün bu addım atdı. Reagan inkar etsə də, bu, ABŞ tarixində ağır siyasi xəyanət sayılır.
2001-ci il 11 sentyabr hadisəsindən sonra tərəflər ortaq düşmənləri, Əfqanistandakı Taliban və Əl-Qaidəni hədəf almaq üçün pərdə arxasında birləşdilər. Lakin əməkdaşlıq zəiflədi və Tehrana ardıcıl sanksiyalar tətbiq olundu. İranda saflaşdırılan uran izləri aşkarlandı. Tərəflər arasında 1979-cu ildən bəri ilk təmas 2013-cü ildə baş tutdu. O dövrdə ABŞ prezidenti olan Barack Obama İranlı həmkarı Həsən Ruhani ilə telefonda danışdı. Tərəflər nüvə proqramı ilə bağlı dialoqa başlamaq niyyətlərini göstərdilər. 2015-ci ildə isə İran nüvə sazişini qəbul etdi. 3 ildən sonra ABŞ-nin bu müqavilədən çıxması əlaqələri yenidən gərginləşdirdi. Tehran yenidən saflaşdırılan uranı istehsal etməyə başladı. 2020-ci ildə ABŞ dronları vasitəsilə Sepah generalı Qasım Süleymani öldürüldü. Bu, İranda Ağ Evə qarşı daha da qıcıq yaratdı. 2025-ci ildə isə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranın ali lideri Əli Xameneiyə nüvə danışıqlarına dair məktub göndərdi. Danışıqlar vasitəçilərlə aparılırdı. Tərəflər razılaşmaya yaxın olsalar da, həmin ilin iyununda baş verən İran-İsrail savaşı əlaqələri dondurdu. Vaşinqton İranın 3 əsas nüvə obyektlərini bombaladı. Bugün Amerika Birləşmiş Ştatlarından İrana doğru təhdidlər yağmaqda davam edir. Prezident Donald Trump bildirib ki, ixtişaşlar zamanı nümayişçilər öldürülərsə, Vaşinqton İrana çox ağır zərbə vuracaq. Tehran isə Ağ Evlə danışıqlara da, müharibəyə də hazır olduğunu bəyan edib. Tərəflər arasında diplomatik poçt qutusu rolunu isə İsveçrə ilə Pakistan oynayır. Əlaqələr Vaşinqtonda Pakistan səfirliyindəki İranın maraqlar bölməsi və Tehranda İsveçrə səfirliyindəki ABŞ-nin maraqlar bölməsi vasitəsilə aparılır.